Hər hansı ədədi mərtəbə vahidlərinə 10-a, 100-ə, 1000-ə vurmaq üçün qısa qaydalar var. Fərz edək ki, 53-ü 100-ə vurmaq tələb olunur. Biz bunu bildiyimiz sütun şəklindəki qayda ilə də vura bilərik. Amma bu uzun yoldur. Biz mərtəbə vahidlərinin yanındakı sıfırı vuruğun yanına yazırıq. Yəni 2 sıfırı bura yazdıq. Ən qısa yol budur. Bunun bölməsi də doğrudur. Məsələn, deyək ki, 576-nı biz 100-ə bölürük. Onda biz bildiyimiz ənənəvi qayda ilə, çubuqlu bölmə ilə də bunu bölə bilərik. Bu uzun yoldur. Ona görə vergül də həmişə ədədin sonunda olur. Sıfırların sayı qədər sola sürüşdürəcək. Yəni, bura gəlib düşəcək. 5,76 və s. Bunu təkcə 100 üçün yox, 1000 üçün, başqa rəqəmlər, ədədlər üçün də eləmək mümkündür. Məsələn, belə bir ədədi 1000-ə bölək. 46789-u vergül ədədin sonunda olduğu üçün sıfırların sayı qədər vergülü 3 addım sola sürüşdürəcək. Yəni, bura gəlib düşəcək. 46,789.